Cəlilabad rayonunun Səttarxan küçəsində 1992-ci ildə Qarabağ döyüşlərində itkin düşmüş İbadov Şahin Əli Sahiboğlunun yaşadığı evin qarşısında anım mərasimi baş tutub. İştirakçılar əvvəlcə şəhidin evində yaradılmış xatirə güşəsinə baxış keçirib. Onun əziz xatirəsini ehtiramla yad ediblər. Şahin İbadov 1992-ci ildə Vətən müharibəsinə könüllü olaraq qatılıb. O müharibəyə getdikdən bir neçə ay sonra 16 iyun tarixində Ağdərənin Şırxəvənd bölgəsində gedən ağır döyüşlər zamanı mühasirəyə düşərək itkin düşüb. 30 ildən artıqdır ailəsi onun yolunu gözləyir. Daha sonra tədbir şəhidin evinin qarşısında davam etdirilib. Tədbirdə çıxış edənlər şəhidin döyüş yolundan danışıb, onun qəhrəmanlığını və fədakarlığını xatırlayıblar. Lənkəran Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimov çıxış edərək bildirib ki, vətən uğrunda canından keçən igidlərin xatirəsi daim yaşayacaq və unudulmayacaq. Allah bütün şəhidlərə rəhmət eləsin. Həmçinin mənim qardaşımla bir yerdə itkin düşən 20 uşağı. Allah mənim atamın, anamın gözünü yolda qoydu. Dünyaların həsrətinə dəyişdilər. Amma çox böyük arzum var ki, qardaşım tapılsın, qurbanı var. Bütün analara, bacılara səbir diləyirəm Allahdan, nəinki mənə, bütün şəhid valideynlərinə. Bu günləri şəhidlərimizin əziz xatirəsini yad eləmək üçün bir tədbir təşkil eləmişik. Tədbir belə bundan ibarətdir ki, unutmadıq, unutmarıq və unutturmarıq. Deməli, burada əsasən Cəlilabadın bütün şəhidlərini yad edəcək. Həm də onunla bərabər 1992-ci ildə itkin düşmüş 20 şəhidimizin əziz xatirəsini tanıdacaq. Yəni, onları tanıtım günü olacaq. Birinci Qarabağ müharibəsində də Şahin və Şahin kimi bəzi igidlərimiz də Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmışdır. Allah şəhidlərimizə rəhmət eləsin. İlqar Mustafayev, Xuraman Aydınqızı bugün informasiya proqramı üçün.